Yeşaya 26-cı fəsil. Həmd ilahisi. O gün Yahuda diyarında belə ilahi oxunacaq. Qüvvətli şəhərimiz var. Allahın qurtuluşu şəhər üçün divarlar, səngərlər kimidir. Açın şəhərin darvazalarını. Qoy sadiq qalan salih millət içəri girsin. Ağlı sənə yönəlmiş adamlara sən kamil sülh verirsən. Çünki onlar sənə güvənir, Rəbbə həmişə güvənin. Çünki Rəbb Allah əbədi qayadır. O yuxarıdan gedənləri alçaldar, onların yaşadığı şəhəri dağıdar, yerlə yeksan eləyər. O şəhər məzlumların ayaqları, yoxsulların addımları altında tapdalanacaq. Salih adamın yolu düzdür. Ey düz olan, salih adamın yolunu sən düz eləyirsən. Həqiqətən, ya Rəbb, sənin hökmlərinin yolunda biz sənə ümid bağlayırıq. Sənin adın, ismin ürəyimizin istəyidir. Qəlbim gecələr sənin üçün həsrət çəkər. Bəli, ruhum daxilimdə səni arayar. Hökmlərin yer üzündə həyata keçdikcə, dünyanın sakinləri doğruluğu öyrənir. Pis adama rəhm eləsələr də, o doğruluğu öyrənməz. Doğruluq hökm sürən ölkədə də haqsızlıq eləyər. Rəbbin əzəmətini görməz. Ya Rəbb, əlini qaldırdın, amma pis adamlar bunu görmür. Öz xalqın üçün göstərdiyin qeyrəti görüb utansınlar. Bəli, düşmənlərin üçün yağdırdığın od onları məhv eləyəcək. Ya Rəbb, bizə sülh verən sənsən, bütün işlərimizi sən bizim üçün tənzimləyirsən. Ey Allahımız Rəbb, səndən savayı başqa ağalar üzərimizdə hökm sürürdü. Lakin biz yalnız sənin adını tanıyırıq. O ağalar öldü, artıq yaşamır. Onlar kölgə kimidir, dirilməyəcək. Çünki sən onları cəzalandırıb məhv elədin. Onlar haqqında hər bir xatirəni yox elədin. Lakin sən bu milləti çoxaltdın, ya Rəbb. Bəli, milləti çoxaltdın, özünü izzətləndirdin. Hər tərəfə ölkənin sərhədlərini genişləndirdin. Ya Rəbb, onlar bəlaya düşəndə səni axtardı. Sənin cəzan üzərlərində olanda sənə dua eləyib yalvardı. Hamilə qadın doğuş vaxtı gələndə ağrı çəkib qovrularaq necə qışqırırsa, biz də sənin qarşında elə idik, ya Rəbb. Biz də sanki hamilə idik, ağrı çəkirdik, lakin küləkdən başqa bir şey doğmadıq. Nə dünyaya qurtuluş gətirə bildik, nə də dünya sakinlərini həyata qovuşdurduq. Sənin ölənlərin həyata qovuşacaq, mənim cəsədimlə birgə diriləcəklər. Ey torpaq altında yatanlar, oyanın, sevinc nəğməsini oxuyun. Çünki şeyh torpağın necə təravətləndirirsə, Rəbb də torpaqdakı ölüləri belə dirçəldəcək. Ey xalqım, keç içəri otaqlara, qapıları ört. Rəbbin qeyzi keçənəcən qısa bir müddətə gizlən. Çünki budur, Rəbb yer üzünün sakinlərini qəbahətləri üzündən cəzalandırmaq üçün öz məskənindən gəlir. Torpaq udduğu qanı üzə çıxaracaq, öldürülənləri artıq gizlətməyəcək.